Salam, hər vaxtınız xeyir, mən Toğrul karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Siz əgər iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Qeyd edeyim ki, mən karyera məsləhətçisi olaraq iş axtaranlara iş tapmasında lazım ola bilən 16 növ dəstək təklif edə bilirəm. Bu 16 növ dəstəkdən biri hansı sizə uyğundursa, bununla bağlı müzakirələr apara bilərik, danışa bilərəm sizinlə. Və ona əsasən də sizin iş tapmanız üçün nə kimi dəstək verə biləcəyim artıq sizə aydın ola bilər. Bu günlərim 2 aprel 2025 tarixidir. İş elanları yoldaşlar çox olur. Çox olur. Yəni sadəcə o iş elanlarının hamısını demək mənasızdır. Yəni kifayət qədər iş elanları var və bunlar boş elanlar olmur. Yəni bəzi saytlar var, misal üçün, onlarda boş elanlar olur. Onlar, misal üçün, belə deyim də, səhifələrini aktiv saxlamaq üçün boş elan dərc edə bilirlər. Amma bir də var, şirkət rəhbərliyinin və yaxud da şirkət nümayəndəsinin özünün paylaşdığı elan. Misal üçün, mən indi sizə simvolik olaraq bir neçəsini sadalayacağım, amma bu sizdə o saatda belə bir təcrübə formalaşdırmasın ki, iş elanları elə ancaq bunlardır. Yəni, başqa işlər yoxdur. Gün ərzində bəlkə də 200-300 iş elanı dərc olunur, yoldaşlar. Misal üçün, Aqrovestdə 2500-3000 manatlıq bir iş var. Nə işidir? Baş mühasib işidir. Əlbəttə ki, bu sizdən peşəkar mühasib sertifikatına malik olmağı tələb edir. 30-45 yaşlı şəxs olmağı tələb edir. Minimum 5 il iş təcrübəsi tələb edir. Sonra xadimə işi var, misal üçün, Ağşəhərdə. 450-500 manatlıq. Sonra Hünər İnşaat şirkətində Zəngilan layihəsi üzrə iş icraçısına ehtiyac var. Sonra EG qrupda, misal üçün, peşəkar satış menecerinə ehtiyac var. Sonra Sokot Polimerdə maliyyə və büdcə hesabatları üzrə mütəxəssis kişinə ehtiyac var. Ümumiyyətlə, Sokorda intern işlər var, yoldaşlar, çoxlu sayda. Sonra Hünər İnşaatda həmçinin, yoldaşlar, elektrik işi olmalıdır, səhv hatırlamıramsa, həmçinin özdə 25-60 yaşa qədər şəxslər üçündür. Yapı Kredit Bankında, misal üçün, həzinədar işi var, inkasator işi var, yoldaşlar. Taksi sürücüsü işi var, amma mən bunu sadalamıram, çünki taksi sürücüsünü özünüz rahatlıqla tapa bilərsiniz. Mən ümumiyyətlə, taksi sürücü işlərini sadalamıram, adətən. Sonra, gəlin nisbətən biraz yüngül işlərdən də danışaq. Baxın, tır sürücüsü işi var, ambardar işi var, DOST mərkəzində, DOST agentliyində şöbə müdürü işi var. Sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ambardar işi var. Sonra, digər yerlərdə də ambardar işləri var, sürücü işləri var, başqa işləri. Misal üçün, çilingər işi var, hidrolik ustası işi var, mühərrik ustası işi var, köməkçi vəzifəsi var. Bu hardadır? Misal üçün, bu tradingdədir, 22-50 yaşlı şəxslər üçündür. Sonra, misal üçün, insan resursları üzrə təcrübəçi işi var, özü də ödənişlidir, yəni pulsuz deyil, 3 aylıqdır. Bu isə, misal üçün, Resant Hoteldədir. Sonra, Kariyer Dil Mərkəzində Rus dili müəlliməsi işi var. Müəllimlərlə bağlı işlər kifayət qədər çoxdur. Sonra, maliyyə meneceri, mühasib, kasser işləri var. Haradadır bu? Bu, NFT adlı bir şirkət var. Qəribə bir adlı bir şirkətdir, oradadır. Sonra, mağaza müdürü işi var. Misal üçün, Peaky Blinders restoranında hostes işi var. 800 manatlıq Neftçilər metrosu tərəfdə olmalıdır, Qaraqaya prospektində. Sonra, Azersin Holdingdə tərkibində olan bir şirkət var, Qida Agro. Orada planlama üzrə kiçik mütəxəssis işi var. Sonra, yoldaşlar, catering şirkətlərinin birində satış direktoru, korporativ satış üzrə menecer, tender üzrə mütəxəssis işi var.